Balkanın iddiasıdır ki, Əflatun Qubadova siz Bəli. toy oxumağı öyrətmişsiniz. Bəli. Hə, soram da ki, mənə yalvarıb ki, gəl toya, məni danışmışam, təzə toy danışırdı da, yəni ona biraz çox pul vermirdilər, eləmirdilər. Gəl ucuz qiyməti, məsələn, tutaq ki, mənim bir tək qiymətimə, bu məsələn ikimizi danışmıyor. Mən ona həmişə hörmət eləyib, qəlbi sınmasın deyə mən ora məsələn ucuz getmişəm o toya. Yox, kim yalvarıb? Kim yalvarıb dediniz? Əflatun. Əflatun Qubadov sizə yalvarıb? Bəli, mənə yalvarıb ki, gəl bu qiymətə danışmışam da. Karakter olaraq Əflatun Qubadova zidd olduğunu düşündüyüm üçün mənim. Sən onu gec tanımırsan da. Sən onu Əflatun olanda tanımırsan, ona görə sənə belə ziddi gəlir. Dost dostun haqqında deməzə xiyal var, yox söz deyil. Ya mən yaxşı... Bugün Əflatun Qubadov... Bir dəqiqə. Bir dənə xahiş elə. Bir dəqiqə. Bu dəqiqə xalqın sevdiyi bir sənətkardır. Məndən artıq müğənni yoxdur, o yadında saxla. Bəli, hər kəs özünü sevir.